İmam Rıza əleyhissalamın adı gələndə ayağa qalxdığı o isim. Deybel Əl-Xuzai bir gün İmam Rıza əleyhissalamın hüzuruna çıxdı və ona belə dedi: "Sizin üçün bir qəsidə yazmışam." İmam Rıza əleyhissalam oxu deyə buyurdu. Deybel oxumağa başladı. Şeirində Əhl-i-Beytin məzlumiyyətini, haqlarının qəsb edilməsini, Kərbəla hadisəsini və Əhl-i-Beytin əsarətini böyük bir hüznlə dilə gətirirdi. Cəsurca onlara zülm edənləri və haqlarını qəsb edənləri lənətləyirdi. Deybel şeirində Həzrəti Məhdi Əcəlallahın adına və onun qiyamına toxunduqda İmam Rıza əleyhissalam yerindən ayağa qalxdı. Mübarək əlini bir hörmət əlaməti olaraq başının üzərinə qoydu və o Həzrətin zuhuru üçün dua etdi. İmam bu qəsidə oxunarkən göz yaşlarına boğuldu və Deybelin şeirini təsdiq etdi. Şeir bitdikdə İmam Deybelə hədiyyə olaraq bir kisə dirhəm verdi. Deybel kisəni geri qaytararaq belə dedi: "Allaha and olsun ki, bu şeiri dünya malı üçün yazmamışam. Sizdən sadəcə geyinmiş olduğunuz bir köynəyinizi istəyirəm. O mənim üçün bərəkət qaynağı və qəbirdə kəfənim olsun." İmam Rıza əleyhissalam o pul kisəsi ilə birlikdə geyindiyi geyimlərdən birini ona verdi və "Bu pulları götür, yaxında onlara ehtiyacın olacaq" buyurdu. O günün üzərindən əsrlər keçdi. Amma İmamın o hörmət duruşu tarixin yaddaşında hələ də canlıdır. İmam bu hərəkəti ilə bizə bütün aləmin bu ismin hörmətinə ayağa qalxması və onun zuhuru üçün dua etməsi gərəkdiyini öyrətdi. Allahım, İmam Rıza əleyhissalamın tökülən o göz yaşları hörmətinə bu ili İmam Zamanın zuhuru ili elə və dünyanı zalimların əlindən qurtar. Ya Səriyyər Rıza, bihəqqi Əli ibn Musa Rıza, əccilli vəliyyikəl fərəc.